Ermənistanla Azərbaycan arasında 10 illiklərdir davam edən münaqişənin sonunda sülhə doğru real fürsət yaranıb. Son məlumata görə artıq İrəvan müəyyən düzəlişlərlə olsa da bu sənədin əsas prinsiplərini qəbul etdiyini bildirir. Lakin sülh yalnız kağız üzərində razılaşma ilə başa gəlmir. Rəsmi Bakı hər bir dayanıqlı sülh aktı kimi bu sənədin də məntiqi əsaslara və təhlükəsizlik təminatlarına söykənməsini tələb edir. Prezident İlham Əliyevin Macaristana səfəri zamanı Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında verdiyi bəyanatlar Azərbaycanın bu prosesə yanaşmasının nə qədər prinsipial və ardıcıl olduğunu bir daha nümayiş etdirdi. Prezident açıq şəkildə bildirdi ki, sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt var. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT Minsk qrupunun de jure ləğvi. Bu iki tələb təsadüfi deyil. Onlar nə ritorikadır, nə də siyasi təzyiq aləti. Azərbaycanın sülhə səmimi yanaşmasının hüquqi və geosiyasi əsaslarıdır. Dövlət başçısının qeyd etdiyi kimi Ermənistan tərəfi gec-tez şərtləri qəbul edib sülh masasına oturacaq. Çünki regionun diktə edən ölkəsi məhz Azərbaycandır. Bu kontekstdə Ermənistan rəsmi Bakı ilə hesablaşmağa məcburdur.